Bugün biraz şabahat temizlemiştim. Ya demirin üstünde ya da tavada. Ama fırında palçıq kimi alınır. Daha püre kimi olur. O yaxşı olmur fırında. Göbələk son vaxtlar tükətmirəm. Əslində istəyirəm yumurtaya bastırıb suxariklə soğan halqaları tipində hazırlamaq istəyirəm. Prosta onda da içi bişməyəcək deyə düşünürəm. Ben reseptler, asan bir şeyler, pratik bir şeyler aklıma geldi edirəm. Sabah da bir tane şey aklıma geldi. Sadece onu da tedarik görmək lazımdır, nəsə eləmək lazımdır. Hələ ki, yəni bugün bir şey eləyə bilmədim onun üstə. Əgər əski tamamlamaq üçün usta asla yetmir, planlı, programlı olmaq, nəyisə idarə eləmək mənasız bir şəkildə yüklədir, yorur adamı. Plansızlıq çox qəşəng bir şeydir. Plansızlıq yox, spontan bir şeyler eləyə bilmək, cəsarəti deyim, riskli olmağı deyim, nə bilim, o yaxşı bir şeydir. O da bir ayrı cür bir şeyler, hansısa bir başqa xarakter xüsusiyyətlər, başqa bir şeylər tələb eləyirdi. Cəmi 2 dənə su içmişəm. Yarım litr, 1 litr su içmişəm. Ama yok, ondan evvel de içmiştim bence. Kofe içmişim. Qara çay, yaşıl çay. Qazlı içecek içməmişəm. Ama onun məmulatları yenə yemişəm. Beğendilərim, beğenmedilərim. Bugün çok qəşəng bir şeyler gördüm. İdeya olarak sunulan həmişə var onsuz yani. Baxır, aktuallıq dərəcəsi artıb azala bilər. Həmin o parlaq gülüşlər kimi. İşıq xod versən, xodunu alırsan böyle. Üç cür bir abu havada. Tərz başqadır da yani. Kimse yani hansısa bir beden dilinden bir şeylerse de sana proaktifini gelmir, bəzi gəlir. Çünkü o adam bacarmırdı. O kadar yani özdeşleşip ki həmin o xarakteri xüsusiyyətlə yaxşı mənada özünü şəkilləndirib, xarakterini o cür yontub, pilkalayıb, Türkçə yadımdan çıxdı, ona nə deyirlər, hamarlayıb da bir sözlə sərt uçlarını, başqasında həmin o proaktivini, abu-havanı sezmək adama əsəbləşdi. Deyirsən, falan kəs olsaydı belə, onun yəni süni bir şəkildə sənə, məsələn, pis davranmasını belə sən çox şey eləyə bilmirsən də, yəni vecivə olmur. Bunlar da bəzən vecivə olmur. Əslində, həyatın adamda yaratdığı o elastikliyi qırılmamaq adına və ya o sırtıqlıq dırnaq içində öyrəşmişdik də, vecvə almamaq kimi şeylər. O deyir, kimisi nə vaxtsa üzü qızarırdı, artıq onun belə keçib. Yəni, niyə üzü qızarsın ki? Onun üzü qızaracaq axı bir şey yoxdur. Üzü qızaracaq bir şeylər eləyənlər qalıb orada. Kimsə özünü hansısa kimisi nəyinəsə görə öz-özünə yüklənir. Yəni, bunun nə adı var ki? Neyse bilip deyə bilməmək. Amma o axır vaxtlar çox gündəmə gələn də mövzu odur. Sən deyir, günahkar olurlar, qarşı tərəfi özünü suçlu hiss elətdirsən. Bunu bacarırsan da, yəni bunu da bir tam olarak bilmirəm bunun adına manipulyasiya qoyurlar ya narsistik xüsusiyyət. Amma axır vaxtlar çox o mövzuya değinirlər, toxunurlar.